Belə, bu gün danışacağımız mövzu dediyim kimi 3 video var idi. Nihilizmi çəkdik. Postnihilistik ekstensial subyektivizm plus dilin dekonstruksiyası ilə formalaşan fərdi metafizika. Onu da çəkdik. İndi bu video isə simvolik interaksiyonizmə aid olacaq və 3 əsasda tamamlayacağıq. Çünki bu quracağım fəlsəfənin, yəni qurduğum fəlsəfənin daha doğrusu 3 təməl əsas kimi götürülə bilər. Nihilizmdən başladıq. Postnihilistik ekstensial subyektivizm plus dilin dekonstruksiyası ilə formalaşan fərdi metafizika və simvolik interaksiyonizm. Bugünkü mövzumuz budur. Nədir bu simvolik interaksiyonizm? Özlüyündə sosial qarşılıqlı əlaqələrdə mənaların yaradılması, bu mənaların necə reallığa çevrilməsi prosesində simvolik interaksiyonizm. Qısa bir məlumat verəcəm. Sonrasında simvolik interaksiyonizmin özündən çıxıb mənim şərh elədiyim formasını danışmağa başlayacağıq. Çünki simvolik interaksiyonizmin biraz praqmatist tərəfləri var ki, mən bir çox praqmatist tərəflərini istəmirəm. Ona görə mənim şərh elədiyim nöqtələr, yəni özündə simvolik interaksiyonizm öz fəlsəfəmə daxil elədiyim nöqtələrdən götürə biləcəyik, hardasa deyə bilərik. Simvolik interaksiyonizm George Herbert Mead dediyimiz bir sosioloq, filosof ki, bu adamdan hər şey çıxa bilər. George Herbert Mead'in fikirləri əsasında yaranıb əslində simvolik interaksiyonizm. O bunları dərs olaraq deyirdi falan, danışırdı. Lakin kitab olaraq yazmadığı üçün daha sonralar tələbəsi olan Herbert Blumer oturur simvolik interaksiyonizm adı altında bütün bu fikirləri birləşdirir ki, özünün də qatqıları var simvolik interaksiyonizmə. Qatqıları var. Nəysə, belə. Bunun sonrasında da sosiologiyadakı sosial nəzəriyyələrin bir çoxu başqa insanlar tərəfindən götürülərək elə bil təkmilləşdirilə bilir. Məsəl üçün, Erving Goffman idi, səhv eləmirəmsə, adı sosioloqun. Simvolik interaksiyonizmin dramaturgiya dediyi bir şeylə harmanlayıb simvolik interaksiyonisti, bu baba simvolik interaksiyonistlərdəndir, bir sistemini qurmuşdu, inkişaf elətdirmişdi bir növ. Nə bilim, bir şey var, Cooley var, Charles Cooley. Onun da klass, eynəkmənlik dediyi bir sistem var idi. Ondan istifadə edirdi məsəl üçün sistemlərində. Nəysə, bunlar bu adamlardır. Simvolik interaksiyonizmin əsasında inkişaf elətdirmiş adamlardır. Əsasən George Herbert Mead və Herbert Blumer, digərləri sonradan sadəcə özləri simvolik interaksiyonist olub inkişaf elətdirmiş adamlardır, Erving Goffman xüsusilə. Belə, simvolik interaksiyonizm özündə nə deyir bizə? Deyir ki, məsəl üçün, sosial qarşılıqlı əlaqələrdə yaranır. Mənalar, bu mənaların reallığa dönüşmə prosesi hamısı əslində bir növ sosial qarşılıqlı əlaqələrdir. Və bu sosial qarşılıqlı əlaqələrin nələr daxildir? Bizim ünsiyyətlərimiz daxildir. Amma bu ünsiyyət sadəcə, yəni, iki nəfərin bir-biri ilə söhbət eləməsindən irəli gəlir. Məsəl üçün, oturub bir kitab oxuyuram, bir YouTube videosuna baxıram ya da bir film izləyirəm. Bu da eyni zamanda bir sosial qarşılıqlı əlaqə olmasa da sosial bir əlaqədir. Çünki tək tərəfli bir əlaqədən söhbət gedir. Sosial tək tərəfli əlaqə deyə bilərik buna deyəsən. Çünki ona təsir edə bilməsəm də o mənə təsir edir bir nöqtədə. Və bir çox kütlələrdə təsir edir. Məsəl üçün bir kitab oxuyursun, Charles Darwinin deyək ki, Növlərin mənşəyi kitabını oxuyursan, rus dilində. Bu Növlərin mənşəyi kitabını oxuduğunda nə olur məsəl üçün? Sonra başqa bir adam da oxuyur məsəl üçün. Siz onun Charles Darwinin təsir etmiş iki nəfər oturub onun söhbətini edirsiniz, müzakirə edirsiniz. Və bu müzakirə obyektində fikirlər yaranır. Məsəl üçün bir tərəf deyir, bu fikri ilə razı deyilən, bir tərəf deyir, digər fikri ilə razı deyilən və fikir mübadiləsi aparılır və fikirlər bir nöqtədən sonra dəyişir, formalaşır, yeni düşüncələr yaranır. Sosial qarşılıqlı əlaqə bunu ifadə edir əslində. Mikro səviyyəli bir nəzəriyyədir. Məsəl üçün, Emil Durkheimə, Max Weberə ya da Karl Marx'a baxanda bu adamlar çox makro səviyyə fikirləşirlər. Məsəl üçün, sosial faktlar var, nə bilim, sosial institutlar var, iqtisadiyyat, hər şey, iqtisadi determinizmi var, Karl Marx'ın, nə bilim, Weber'in rasionalizasiyası, dəmir qəfəs sistemi falan. Bütün bunlar bir nöqtədə yəni daha geniş miqyaslı fikirləşirlər. Məsəl üçün, institut var, deyir, sosial bir institutlardır. Hansı institutdur bu? Məsəl üçün, din institutu, geniş bir institutdur, nə bilim, dövlət institutu deyəcəm, ya da ailə institutu, kiçik institutları. Bu institutlar bir nöqtədə təsir edir, deyir. Amma simvolik interaksiyonizm burada biraz pərdə inir. İki fərdin arasındakı söhbətə inir. Sosial qarşılıqlı əlaqəyə inir. O, evdə qəşək, qışın günündə. Nəysə. Yəni, bu simvolik interaksiyonizmin əsas məqsədi burada nədir fikir olaraq?
Sosial qarşılıqlı əlaqələrdə mənaların yaradılma prosesindən danışır. 2 nəfərin ya da daha çox insanın, bir çox insanın bir-biri ilə qarşılıqlı kompleks əlaqələrinin mənalara dönüşdürülməsi və bu mənalar zamanla cəmiyyət daxilində bir qəbula çevrilərək sosial qarşılıqlı əlaqələr vasitəsilə təbii ki, bu mənalar bir simvollara, qəbullara çevrilərək o cəmiyyətin daxilində bir qəbul prosesi yaradır və bu qəbul edilmə prosesi də bununla bağlıdır. Yəni reallıq əslində belə yaranır. Misal üçün, biz uşaq vaxtı bir video vardı. Sabahın xeyir kral. Azərbaycanda temalardan biridir. Sabahın xeyir kral. Normalda gedib başqa bir dildə, başqa bir dilə çevirsən, bunun əslində heç bir qarşılığı yoxdur. Amma insanlar bunu zarafat obyektinə çevirərək bir məna obyekti yaratdılar və bu bizi zarafatla mənalaşdırıldı və birinə sabahın xeyir kral dediyin zaman artıq onun alt mənaları olmağa başlayır. Eynən də simvolik interaksiyonizm eynən budur. Həyatınızın hər yerində var. Məsəl üçün, marketdə növbə mi gözləyirsiniz? Bir adam gəldi, növbədən kənar girməyə çalışdı. Bunu nəyə əsasən mədəniyyətsizlik adlandırırsınız? O sosial qarşılıqlı əlaqələrdə yaratdığınız normlara əsasən. Normlar bizim üçün normal dediyimiz şeyin qarşılığıdır əslində. Biz normlar yaradırıq, sonra o normlara uyğun insanlara normal deyirik ictimai həyatımızda. Onsuz normal sözünün özü də buradan gəlir. Və simvolik interaksiyonizmin əsas məqsədi odur ki, məqsəd deməyək də, bir açıqlama deyək məqsəd deyəndə, belə sanki harası gedir məqsəd deyəndə. Simvolik interaksiyonizm bizə mənalar və reallığın necə yaratma proseslərini çox gözəl açıqlayır. Yəni fərdi səviyyədə, praktiki səviyyədə. Mən özümə məsəl üçün simvolik interaksiyonist deyərəmmi? Deyərəm. Çünki bir çox fikrimi ondan alıram. Sadəcə təməl əsaslı müzakirələrdə bir də adı çox bilinən bir nəzəriyyə deyil. Yəni bir ateizm, bir nihilizm deyil. Bu sosial bir nəzəriyyədir, həyata sosial baxışdır. Amma müzakirələrdə çox istifadə etdiyim və fikirlər də gözəl olan şey. Misal üçün, bəzən baxıram, bir insanla müzakirə edir, din əxlaq fəlsəfəsi. Bu dövrümüzdə niyəsə din əxlaq fəlsəfəsi çox yayılmağa başlayıb. Yəni hamı din və əxlaq, bir fəlsəfə deyəndə din və əxlaq fəlsəfəsini sevirəm deyib başlayırlar ki, oldu davay, din və əxlaq fəlsəfəsindən danışaq. Başlayırsan danışmağa, deyirsən dinlə, məsəl üçün, ki qarşındakı non-teist biridirsə əgər şey deyir. Din deyir, insanları idarə etmək üçün istifadə edilmiş bir mexanizm. Okey, mən də razıyam bu fikirlə, sosial konstruksiyadan bəhs etmək istəyirsən. Lakin bunu açıqlaya bilmədiyin zaman, bu sadəcə bir cümlədən ibarət olur. Yəni, qarşında deyək ki, hansı bir dinin, mətnin kitabı var, 500-600 səhifəlik, 1000 səhifəlik. Sən oturub deyirsən ki, insanları idarə etmək üçün bir mexanizmdir. Necə bir mexanizmdir? Yəni, oturub bir insan heç vaxt inanılmaz bir sosial konstruksiya formalaşdıra bilməz. Yəni, 1000 illərlə keçəcək bir sosial konstruksiya. Onu başqa insanlar sosial qarşılıqlı əlaqələrdə düzəltmək məcburiyyətindədirlər, inkişaf elətdirmək məcburiyyətindədirlər. Və onun üzərində işləməli, onun üçün yeni fikirlər yaratmalıdırlar. Misal üçün, xristianlıqdan və yəhudilikdən bəhs edirik. Yəhudilik normalda bir millət dinidir də, yəni fərqli insanlar üçün deyil. Amma daha sonra içindən xristianlıq kimi bir təriqət, sekta çıxardır. Daha sonra bu sektalar böyüyə-böyüyə gedir və özü bir din halını alır və öz içində bölünməyə başlayır. Artıq protestanı var, kalvinisti var, nə bilim, var oğlu var. Və sən bu sistemlərin hamısına şey kimi baxdığın zaman, elə müsəlmançılıq olsun, bu belədir, hinduizm olsun, bu belədir. Yəni bir fikir sosial mexanizmlərin necə yarandığına işarə eləməlisən. Və simvolik interaksiyonizm bunu ən gözəl açıqlayan fikirlərdən biridir. Sosial qarşılıqlı əlaqələrdə mənaların yaradılma prosesi. Bu mənalar zamanla yaradılır. Deyək ki, bunu mən bir örnəkdə vermişdim, deyəsən, bir videoda, ziddiyyətli sistemlərdə vermişdim, deyəsən. Deyək ki, bir icmadan danışırıq və bu icma çox inkişaf eləmir, ibtidai bir icmadır. Bu icmada insanlar işləməyə başlayır. İnsanların çox sağ əlini işlətdiyinə görə, sağ əli faydalı hesab edilir. Yəni, sağ əli işlətdiyinə görə, sağla daha çox iş gördüyünə görə, öz beyinlərində, öz subyektlərində sağ əl onlar üçün daha faydalı. Çünki sol daha az işlədirlər və funksiyası daha az olur. Yəni, misal üçün verirəm sadəcə bu funksiya. Və bir müddət keçdikdən sonra cəmiyyətin çox hissəsi sağ əlini işlətməyə başlayır. Arada bir neçəsi də sol əlini işlətməyə başlayır. Və cəmiyyətin çox olan hissəsi deyir ki, sağ əl faydalıdır. Sağ əllə iş görmək daha faydalı, praqmatik baxımdan başlayırlar. Daha çox insan istifadə edir çünki. Və bu praqmatik olunan şeylər bir nöqtədə sizə məna obyektlərindən çevrilərək, olur sənin sağ çiynində mələyə çevrilir, sol çiynin şeytana çevrilir, sol əlini istifadə, solla yemək şeytan əməli olur. Yəni bir sosial konstruksiya formalaşır sosial qarşılıqlı əlaqələrdə. İnsanlar bunu belə düşünür, formalaşdırırlar yavaş-yavaş fikirləri və fikirlər daha, necə deyirlər,
sistematik olur. Təbii ki, bu tək tərəflidir. Yəni bir çox aspektdən baxa bilərik sosial qarşılıqlı əlaqələrə. Misal üçün Azərbaycan gerçəkliyinə baxaq. Bu gün Azərbaycanda nə baş verir? Dildə vulqarlaşma yaşayırıq biz hal-hazırda. Məsəl üçün incəsənətimiz, filmlərimiz olsun, fərqi yoxdur. Dilimizi vulqarlaşdırırlar filmlərimizdə. Necə olur bu? Misal, Azərbaycan dilində sözlər var. Qayırmaq, nə bilim, vermək. Bunları vulqarlaşdırma prosesinə gedirlər və bu dilin vulqarlaşdırılması prosesi sistematik bir hal almağa başlayır. Misal, adam qayırmaq sözünə vulqar bir məna yükləyib və bu filmdə də istifadə edir absurd bir şəkildə ki, bunun məncə mahiyyət etibarı biz uşaq olardıq, hələ məktəb illərində idik. O aralarda Recep İvedik filmləri çıxmağa başlamışdı və Recep İvedik filmlərində daha çox söyüşlə bağlı və belə absurd, necə deyirlər, kəliməni səkizlə əzmək, başqa bir formaya salmaqla güldürmə obyekti yaratmağa çalışırlar ki, bunu bir çox mədəniyyət eləyir, sadəcə türklər bizlərdə deyil. Və bu dili formalaşdırdığın zaman, sən fərqli vulqarlaşdırmağa başladığın zaman dil nə olur? Dil fərqli bir, necə deyirlər, o sözləri işlətmək ayıb sayılır artıq. Mən qayırmaq, vermək sözünü işlədən kimi hamı bir-birinə qəribə zarafatlar, qəribə vurğa şeylər ki, bunu mən də istifadə edirdim 20'li yaşlarıma qədər. Daha sonrasında fikirləşəndə və filmlərdə də bu istifadə olunur, insanlara gülüş obyektinə çevrilir. Simvolik interaksiyonizmin o pragmatist tərəfi burada işləyir. Deyir ki, məsəl üçün, bu kimə faydalıdır? Bu gülən insana faydalıdır, o filmi çəkən insan üçün faydalıdır. Filmlərdən pul qazanırlar, nə bilim, gülən insan gedir, dəyərli bir vaxt keçirir, özü üçün ki. Amma əslində olan cəmiyyətin dil funksiyasını, cəmiyyət öz dil funksiyasını itirir, daha doğrusu transformasiyaya uğrayır, dildə vulqarlaşma gedir. Normal olan sözlər artıq fərqli bir, necə deyirlər, fərqli bir söz halına gəlir, zarafat obyektinə çevrilir. Və bunu sadəcə özümüz üçün də eləmirik. Daha sonra bunu fərqli ölkələr üçün də elədiyimiz zaman problem yaranır. Misal üçün, yanlış anlaşılma deyə bir film çəkiblər. Filmdə belə bir ifadə var, pezəvənk. Pezəvənk türk dilində normal bir ifadə deyil. Yəni, qadın satan insana deyirlər onlar. Bizdə də pezəvənk yekəpər bir insana deyirlər, yəni belə. Yəni, bir adama pezəvənk desən Azərbaycanda, muhtemelen çox güman ki, sənin ağzına burnuna qədər. Çünki başqa yolu yox. Yəni, bir insana pezəvənk demir Azərbaycanda. Sadəcə yekəpər dediyin zaman belə dava düşür ki, yekəpər o qədər də məncə pis deyil pezəvəngin yanında. Nəysə, bu sözü iş adamı deyə çeviriblər Azərbaycan dilinə ki, bu filmdə Azərbaycan aktyorları oynayır. Yəni, bu adamlar gerçək həyatlarında kimə pezəvənk deyirlər bilmirəm. Amma bizim yaşadığımız mühitdə heç kimə pezəvənk demirdi. Yəni, iş adamlarına belə bir deyim tərzi yoxdur. İş adamları bu deyil. Və bu səbəbdən sən belə bir film çəkdiyin zaman Türkiyədəki bir izləyən insanlar, çox zaman danışdığım insanlar var Türkiyədə. Məsələn, bizdəki bu sözü yanlış anladıqlarını gördülər. Məsəl üçün, bizim qədimi sözlərdən olan ədəbiyyatda da istifadə etdiyimiz yaraq-yasaq sözü var da, məsəl üçün. Bu aslında silah-sursat mənasına verir, amma ədəbi mahiyyəti var. Bunun köhnə bir sözdür. Və bu sözü alıb 200 il əvvəl işlənib, nə bilim, 100 il əvvəl işlənmiş sözləri alıb bu günə gətirməyin nə mənası var idi? Yəni, yanlış anlaşılma filmində bütün bunlar sırf güldürmə obyekti olmaq üçün başqa bir millətə öz dilimizi yanlış sırıq. Niyə? Nəysə, bu tənqidi qırağa qoyum. Simvolik interaksiyonizm budur əslində. Yəni, sən sosial qarşılıqlı əlaqə, bax, Türkiyə ilə sosial qarşılıqlı əlaqə yaratdıq, nə oldu? Sosial qarşılıqlı əlaqələrdə sistem bir nöqtədə çökməyə başladı. Məsələn, bunun mahiyyətlə həmin filmlərdə oynayanlardan biri də Türkiyədə bir proqramda Fərda Aminlə, yox, Okan Bayülgenin proqramı var idi. Deyəsən, ora qatılmışdı, Alim Qasımov qatılmışdı və orada Fərda, Okan Bayülgen deyir ki, siz deyir, nədən deyir, siz tələbələrinizi qayırıyor musunuz? Belə bir cümlə işlədir. Bu, türk dilində qayırmaq sözü normalda nepotizm ifadəsidir. Yəni, qohumbazlıq bildiyin. Yəni, öz adamını qabağa çəkmə, özünkinə daha çox, necə deyirlər, səlahiyyət vermə, bir çox şey da qohumbazlıq bildiyin, nepotizm. Və bunu Fərda Amin ki, yanlış anlaşılma deyə bir film çəkib, adam türklərlə işləyib, türk dilini bildiyi halda qayırmaq sözünün anormal olduğunu düşünüb, Okan Bayülgenə şeylər edir. Amma normalda qayırmaq dediyin şey nepotizm ifadəsidir. Amma adamın beyninə qayırmaq öz filmləri ilə olsun, ya da nə bilim, sosial mühitimizlə olsun formalaşıb ki, qayırmaq sözü başqa bir şey idi. Neçə il əvvəl olmuşdu bu söhbət, hardan yanımda. Nəysə,
buna da şeydə deyəsən İmran Əsədovun videosunda baxmışdım. Yəni bu söhbətin özünə. Dəqiq bilmirəm bu söhbət nətər olub. Yəni dediyim zaman dediyimiz kimi bu sosial qarşılıqlı əlaqələr elə bir şeydir ki, siz yanlış ifadə etdiyiniz zaman yanlış millətlər içərisində də yanlış anlaşılacaqsınız bir-birinizlə. Nəysə, söhbətimiz Azərbaycan incəsənətini ya da filmin tənqid etməkdir, simvolik interaksiyonizmdən danışmaqdır. Sadəcə misallar verirəm. Və bu səbəbdən bəzən faydalı olmaq ya da məntiqli olmaq məcburiyyətində deyil sosial qarşılıqlı əlaqələr. Sadəcə mənalı olsa yetir. Yəni misal üçün Azərbaycanda kişilərin şort geyinməsinə hər yay gələndə pis baxırlar niyəsə. Qışda da pis baxırlar, qışda cinə yox. Bu adamlar belə bir məna obyekti yaradıblar ki, kişi şortu geyinməz. Niyə geyinməsin, onu heç birimiz bilmirik. Öz səbəbləridir, öz fikirləri üzərindən formalaşdırılıb. Amma sosial qarşılıqlı əlaqələrdə bu artıq bir düzdür, insanlar artıq bunu tərcih edirlər yavaş-yavaş, amma yenə də qalan insanlar var bu fikirdə. Və belə bir fikrin məntiqi əsası nə ola bilər ki? Yəni niyə? Yəni kişi, qadın dediyimiz şeylər, insan dediyimiz şeylər oluna bilən bir şeydir. Yəni sən insan olaraq doğulmusan. Sən doğulduğun zaman bir varlıq, bir məxluqat olaraq doğulursan. İnsan adı sənə verilmədiyi müddətcə insanın cəmiyyəti, mədəniyyət tərəfindən sən insan ola bilməzsən onsuz da. Yəni bu gün xarici ölkələr, qəbilə həyatı yaşayan insanlar var məsəl üçün, mədəniyyətdən uzaq yaşayırlar. Bu insanlar təbii ki, insan deyilik biz öz şeyimizlə. Lakin gəlin görək bu qəbilə mədəniyyəti ilə öz mədəniyyətimizi yan-yana qoya bilərik? Təbii ki, qoymayacağıq. Sən daha inkişaf eləmiş, necə deyim, həyata baxışın. Belə də deyəndə cəmiyyətin yarısına baxanda o qədər inkişaf eləməyib, yəni, amma yəni baxdığın zaman da yaşam tərzi olaraq çox fərqli olduğunuz üçün o cəmiyyətlə iç-içə siz yaşaya bilməzsiniz. O cəmiyyətdə fərqli olacaq. Fərqli dövlətlərdə də olan insanlarla belə yaşayırıq. Məsəl üçün bəzən qonaqlar gəlirlər başqa ölkələrdən, onların mədəniyyətini sevmirik. Biz getdiyimiz yerlərdə onların mədəniyyəti xoşumuza gəlmir ya da onların bizdən xoşu gəlmir və belə formalaşma gedir sosial qarşılıqlı əlaqələrdə. Və bu sosial qarşılıqlı əlaqələrdə mənaların yaradılması elə bir şeydir ki, bir cəmiyyət bir nöqtədə bir qrup insan deyək ki, A qrupu, A qrupu, B qrupu var, A qrupu var. A qrupundakı insanlardan biri veya bir neçəsi deyək, bir demək, bir neçəsi gəlir B qrupundakı insanlarla əlaqədə olurlar. Gəlirlər, orada qalırlar, yeyib içirlər falan. Amma bunlardan narazılıq edirlər A qrupu, bunun insanlarından B qrupu insanları. Bunlar çıxıb getdikdən sonra narazılıq edirlər və daha sonralar A qrubunun insanlarını B qrubu gördüyü zaman, bu zaman deyir ki, bu adamlar yaxşı deyil. Bu qruplar, B qrupu deyir ki, bu adamlar yaxşı deyil. Niyə yaxşı deyil? Çünki daha əvvəlki təcrübələri üzərindən, onların mədəniyyətləri üzərindən çıxarış edirlər. Bəli, bu gün individualizm yayılır ki, yayılmasında çox qarşısını alırlar. Artıq yayıla da bilmir. Çünki kollektivizmə daha çox keçid başlayıb neysə son dövrlərdə, son bir neçə ildə. İnsanlar belə biraz qəddarlaşırlar, qəzəbləşirlər. İndividual olmaq çətinləşir kişidə fərdiciliyə. Bəli, fərddə Charles Darwinin də kitabında var. İndividual fərdi fərqliliklər. İndividual fərqliliklər. Belə bir şeylər təbii ki var. Hər fərd özünə məxsusdur. Lakin belə bir problem var. Hər fərd özünə məxsus olduğu qədər o olduğu mühitin sosiologiyasına uyğunlaşır və təəssüflər olsun ki, cəmiyyətin demək olar ki, böyük bir hissəsi, amma 50-dən yuxarı hissəsi deməzdim. Harca 42% hissəsi ki, bu böyük bir hissədir məncə. Ki, bəzən 90-70% üzərindən fikirlər irəli sürürlər ki, bu statistikanın anasını ağladır. Nəysə, hər cəmiyyətin bir 42% deyərdim ki, cəmiyyətin öz içində fərqlilik daşımayan insanlardılar. Yəni, hamısı eyni fikirlidirlər, eynidirlər, demək olar fikirləri eynidir. Eynidən məqsəd də buradakı fikirləri eyni olaraq çölə yansıdırlar və burada problem yaranmağa başlayır. Yəni, bu sosial qarşılıqlı əlaqələrin haradasa 42% sosial institutlar, sosial mühitlər, daha böyük sistemlər, sosial qarşılıqlı əlaqələrin o mikro səviyyəli bu nəzəriyyə ilə qurulur. Yəni, bu nəzəriyyənin təşkilindəki o forma ilə qurulur. Bura qədər hər şey çox düzdür, yəni, mənə görə ən azından. Sadəcə bu hər zaman praqmatik deyil, mənalı olur, amma məntiqli deyil bəzən. Faydalı olma ehtimalı da azdır. Az ola bilir, dediyimiz kimi örnəkləri var idi. Məsəl üçün, sosial qarşılıqlı əlaqələrdə mənliyin yaradılması prosesi də var. Məsəl üçün, bəzən insanlar mənlik söhbət edirik dostlarımızdan, psixologiya üzərindən falan, fəlsəfi şeylərdə. Mənlik var deyirlər. Bəli, mənlik var, mən də razıyam, mənliyin olmadığını deyirəm. Amma bu mənliyin necə qurulduğuna baxmalıyıq. Çünki mənlik qurulan bir şeydir mənə görə. Mid nə deyir bizə burada, simvolik interaksiyonizmdə? Daha doğrusu Colli deyir. Mid də buna, sosial qarşılıqlı əlaqələrdə mənliyin qurulmasını mid deyir. Lakin Colli bunu alır, bunu başqa cür ifadə edir. Məncə bu ifadə daha gözəldir.
Biz deyir, başqaları, yoxsa miydi bunu deyən? Qarışdırdım hal-hazırda. Nəysə, başqaları bizim üçün, bir növ güzgüdür. Biz o güzgülərdə özümüzü qururuq, öz mənliyimizi qururuq, sosial həyatımızı qururuq. Amma bu sadəcə sosial həyatımızla bağlı deyil. Evdə oturarkən də biz öz mənliyimizi qururuq. Necə qururuq? Biz o qədər sosiallaşmış varlıqlarıq ki, başqalarının gözündə o qədər sosiallaşmağa öyrəşmişik ki və sosiallaşmağa və mənlik qurmağa öyrənmişik ki, və biz evdə oturarkən inner speech, yəni daxili nitqimizdən istifadə edirik, öz-özümüzə danışırıq. Bu öz-özümüzə danışma prosesi uşaq vaxtından inkişaf edən bir şeydir. Biz uşaqlarla oyun oynayırıq, daha sonrasında tək qaldığımız zaman oyuncaqlarla o oyunu necə deyirlər, funksiya eləməyə çalışırıq, yenidən qurmağa çalışırıq. Fikir axını gəldi yenə. Yəni o oyunu yenidən qurmağa çalışırıq və o oyunu yenidən qurduğumuz zaman oyuncaqlarla falan biz bir daxili nitq yaradırıq və bu daxili nitq böyüdüyümüz zaman davamlı olaraq bizə necə deyirlər? Böyüdüyümüz zaman davamlı yanımızda olur. Biz hər an, hər dəqiqə biri ilə sosiallaşa bilirik onsuz da. Və başlayırıq özümüzlə sosiallaşmağa, özümüzlə müzakirə eləməyə. Çünki özümüz daha təhlükəsizik, yəni başqalarına görə özümüzlə daha rahat müzakirə edirik, bu fikrin düz olub olmadığını daha özümüzə qəbul elətdirmək ya da imtina eləmək, bir şeyə etmək ya da etməmək motivasiyası daha ağır basır. Təbii ki, sosiallaşma mühiti vacibdir, burada sosiallaşma da olmalıdır bunların yanında. Amma bizim öz-özümüzə danışma prosesimiz və sosiallaşmamız falan, bunların hamısı mənliyin qurma prosesidir bir nöqtədə. İnsan öz mənliyini qurur. Bəzən deyirlər, insan özünü dərk etmir. Özünü dərk etsə, insan özünü idrak etməlidir, həqiqəti tapmalıdır. Hansı həqiqət tapırsan? Hələn həqiqəti bir türlü. Nəysə, reallıq dedik məna ilə qurulur da. Bu mənliyi tapmaq, özünü idrak eləmək məsələsinə gəldikdə isə, sən özünü idrak eləmək istədiyin zaman, yəni özün olmaqdan çıxaraq artıq fərqli bir yəni deyək ki, bir insan özünü idrak eləmə prosesinə gedir və deyir ki, bir nöqtədə özümü idrak elədim. İndi özünü idrak etdiyi nöqtə ilə özümü idrak etdiyimi dediyi nöqtə arasında bu qədər hardasa fərq var. Yəni bu adam buradan durub özünə baxır. Yəni özünü idrak etmək deyil bu. Özünü başqa bir özə çevirməkdir. Mənlik davamlı olaraq inkişaf edən bir prosesdir gələcəkdə. Yəni 20 yaşındakı Nizami ilə 30 yaşına gələndəki Nizami eyni olmayacaq, 15 yaşındakı Nizami eyni deyildi. Yəni bu davamlı olaraq belə gedəcək. Mənliklər qurulma prosesindədir. Düzdür, bəzən hər mənlik elə biraz John Locke-un tabular əsasına oxşadı bu. Düzdür, hər mənlik də birbaşa şey deyil, yəni təbii ki, burada genetik faktorlarımız var, nə bilim və amma əsasən sosial mühit. Çünki keçən dəfə bir araşdırmada oxumuşdum. Yəni mədəniyyətin təkamülü genetik təkamüldən insana daha tez təsir eləyir. Düzdür, daha tez də sönür. Yəni geniş çapda baxanda, amma daha tez də təsir eləyir. Bu da maraqlı bir faktorlardan biridir. Çünki genetik təkamülümüz uzun müddətdə olan şeylərdir və çox qısa müddətdə həll olunan bir şeylər deyil bunlar. Lakin mədəniyyət təkamülü insana təsiri çox qısa və çox geniş müddətdir. Məsəl üçün 20-30 il bundan qabaq xatırlayın, Azərbaycanda 20-30 il bundan qabaq sensor telefonu buradan götürüb ora apardıq. Kim işlətməyi bacaracaq geniş çapda? Təbii ki, deyil. Telefonlar belə yeni-yeni çıxırdı, yeni-yeni işlənirdi. İnternet belə. Daha YouTube yox idi 30 il əvvəl. Yəni bütün bu sistemlər yavaş-yavaş oturur və mədəniyyət təkamül elədikcə buna sürətli adaptasiyaya keçməyə başlayırıq. Bu da bir problem əslində də. Nəysə. Yəni simvolik interaksionizm özündə budur. Mənaların qurulması, reallığın qurulması, mənliyin qurulması və bu sistemlər əsasında bir fəlsəfə formalaşdırmışam. Dedim, 3 əsası budur. Onsuz da həyata mənasız baxıram, amma bu mənasızlığın içində mənaların necə qurulduğunu mən deməliyəm, mexanizmin necə işlədiyini bilməliyəm. O böyük dinin institutları, nə bilim, digər institutlar falan necə işləyir, necə yaranır. Məsələn, sosializasiya nədir? Formal sosializasiya, primary socialization dediyimiz şey, ilkin sosiallaşma, ikinci sosiallaşma, nə bilim, formal sosialization, informal sosialization. Bir çox da sosiallaşma növləri falan. Bunların hamısını açıqlamalıyam ki, nədir? Bunları açıqlaya bilməyim üçün mənə vasitə olaraq nə lazımdır? Simvolik interaksionizm lazımdır. Mənalar, bu mənaları simvollara dönüşdürülməsi, yəni bir bayrağın ya bir marşın, bir himnin necə insanların cəmiyyət tərəfindən qəbulu olması və bayraq üçün ölməyə getməyin mənasını anlamalısan əslində bir nöqtədə. Həyatın hər yerində simvolik interaksionizmi görə bilərsən. Bu səbəbdən sosiologiya çox dəyərli bir elmdir. Nəyə necə baxmaq lazım olduğunu mexanik olaraq göstərən bir elmdir və bu həqiqətən işə yarayır, yəni sistematik olaraq işə yarayır. Belə danışdığımız mövzular bunlar idi. Yəni əlimdən gəldiyində qısa danışmağa, tez danışmağa çalışdım çox. Çox dərin mövzudur, çox geniş mövzudur. Danışmaq olar, sadəcə qarşında biri olmayanda, sadəcə kamera üzərindən danışanda ki, kameraya baxma fobiyamı hələ ki, yəni baxdım da onu danışa bilmirəm. Nəysə, belə. Bu qədər hələlik.
Belə, gələcək videolarda baxırıq nədən danışacağıq. Bu əsas 3 təməl idi. Sadəcə özümü anlatmağa çalışdığım 3 video idi. Nihilizm, postnihilistik ekstensial subyektivizm, plus dilin dekonstruksiyası ilə formalaşan fərdi metafizika və simbolik interaksionizm, sosial qarşılıqlı əlaqələrdə mənaların, reallığın, mənliyin qurulması haqqında danışdıq. Bu qədər. Elə. Hələlik.